Salam dəyərli izləyicilərimiz, xoş gördük. Hər birinizi Bərdədən salamlayıram. 5 mərtəbənin zirzəmisindən. Gördüyünüz bax bu ailəyə 2 dənə övladı ilə burada yaşayır. Onun ordenlərində çək. Görürsünüz də 35 dənə ordeni var, 14 dənəsi qızıldır. Yəni bax o balamız alıbdı onu. Bu ailə burada yaşayır. Gözəl Azərbaycanımın qeyrətli oğulları. Allah sizləri qorusun. Bax bu ailəyə bu günlərim 160 manat bir nəfər qardaş gətirib pul verib, bazarlıq gətirib veribdi. Bir də deyib 2 sot torpaq mən verirəm sənə. 2 sot torpaq verirəm. Cəmaət da kömək eləsin. Bir dənə otaq, daxal tikək, bu ailəni yığağın ola. Mən xahiş edirəm hər kəsdən videomuzu paylaşağın. Valla bu olmaz burada, yaşayış olmaz. Buna bax, su tökülür başına. Allah verəysən var. Bax, hamısı tökülür yerə. Yəni, kömək eləyən bu ailəni buradan çıxardağın. 5 mərtəbənin zirzəmisidir. Kanalizasiya durbalarına bax orada. Görürsünüz, kanalizasiyanın durbaları oradan gedir. Yəni, burada həqiqətən iydən, qoxdan durmaq olmur. Kömək eləyən, Azərbaycanımızın qeyrətli oğulları. Kimin gücünə satırır, kömək eləsin, bax, bu ailəni buradan çıxardağın. Burada nə qışda yaşamaq olmur, nə yayda. Yəni, betondur da, hər tərəf betondur, yer torpaq, yuxarı beton, böyür beton. Kömək eləyən bu ailəyə, kimin gücünə satırırsa.